Ev və ailə Allahın sevdiyi səngərlərdəndir. Niyə ailəni səngərə bənzədirlər? Baxın, səngərdə insan nə etməlidir? Səngər elə bir yerdir ki, insan gərək orada yatmasın. Səngərdə yatmaq olmaz. Səngərdə qəflətə düşmək olmaz. Çünki yatarsansa, qəflətə düşərsənsə, döyüş meydanında, səngərdə düşmən qəfil olaraq hücum edəcək. Bugün ailə modelimizə, ailə məsələlərimizə, İslami ailə dəyərlərinə qarşı olan düşmənlər, onlar pusqudadırlar. Onlar bir anlıq bizim, yəni möminlərin, müsəlmanların qəflətini gözləyirlər ki, ailə daxilindən bu cəmiyyəti bərbad etsinlər, məhv etsinlər. Ona görə ailəni və evi də səngərə bənzədirlər ki, o səngərdə gərək insan ayıq-sayıq olsun və qəflətə düşməsin.